Şimal Amerika materiki. Şimal Amerika materiki neçə yarımkürədə yerləşir əli? İki yarımkürə mənim. İki yarımkürədə yerləşir. Hansı yarımkürələrdir? Şimal və qərb. Şimal və qərb. Elmin, Şimal Amerika materikinin sahillərini hansı okean suları yuyur? Sakit, Atlantik və Şimal Buzlu. Şimal Amerikanın sahillərini yuyan okeanlar neçə yarımkürədə yerləşir? Əm, Sakit və Atlantik 4 okeanda, Şimal Buzlu 3 okeanda. Üç yarımkürədə. Yarımşarı. Şimal Buz okeanı 3 yarımkürə, bəli, Atlantik yəni sakitsə 4 yarımkürədə yerləşirlər deyəcək. Şimal Amerika materiki Cavit neçə işğama quşağında yerləşir? Çiməli. İki işğama quşağı hansılardır? Mən bir şey tropik işıqlama ilə mülayim işıqlama və bir də qütb işıqlama quşağına da düşər mənim. Qütbə də düşər, bəli. Çünki onun şimalında nədir? Bəli. Qütb dairəsi xətti də şimal hissəsindən keçir deyə təxminən buradan keçir. Tropik xətti isə cənubundan keçir. Və bu səbəbdən 3 dənə işğama quşağında yerləşir. 2 yarımkürə 3 işğama quşağında yerləşir. Cəmlə, işğama quşaqlarının yaranma səbəbi nədir səncə? Yerin meyilli bucağı. Yerin meyli bucağı, bəli, yerin meyli bucağı bura günəşin düşmə bucağı əsasında nə oldu? Müxtəlif işıqlama quşaqları yarandı. Hansı işıqlama quşaqlarında cəmdə 4 fəsil müşahidə olunur? Hansında da var? Mülayim. Bir dənə mülayimdə 4 fəsil görürük. Qalanlarında bir fəsil müşahidə edirik. Sonra cəmlə Şimal Amerika materikinin şimal ucqar nöqtəsi. Mersin. Mersin burnu. Hansı işıqlama quşağına düşür? Qütb. Qütb. Hansı iqlim quşağına düşür? Arktik. Bəs hansı yarımadada yerləşir? Butya. Sahillərini hansı okean suları yuyur? Şimal buzlu. Şimal buz okean suları yuyur, bəli. Cənub ucqar nöqtəsi Əli, Şimal Amerikanın. Mariota burnu mənim. Hansı işıqlama quşağı? Tropik işıqlama quşağı mənim. Hansı ölkə? Panama. Panama ərazisindən keçən kanal. Elə Panama kanalı, yeni adlı kanaldır. Panama və Liberiya nə idi? Deməli, mən bu ölkələr ucuz bayraqda lider ölkələrdir. Dəniz ticarət donanması ilə ki, başçılıq edirlər. Lider, başçılıq edən ölkələrdə, bəli, ucuz bayraq var idi bunlarda. Ucuz Hə. bayraqdan alınan vergi nə adlanırdı? Frakt. Bayraq da adlanırdı. Şimal ucqar nöqtəsi hansı ölkədə yerləşir demədik. Kanada. O Kanadadır, Kanadada bəli. yerləşir. Kanadanın idarə etmə sistemi nədir? Mənə soruşdum. Bəli, Orada mənim Respublika idarəetmə formasında. Respublika. İnzibati ərazi quruluşu bəs? O federativdir. Federativ inzibati ərazi quruluşudur, bəli. Şərq ucqar nöqtəsi elmin St. Charles mən hansı ölkədə yerləşir? ABŞ-da. ABŞ-da yerləşirsə Kanadada. Kanada cənab. Kanada ərazisi. Kanadadır mənim. Hansı iqlimə düşər bu ucqar nöqtə? Mülayim. Mülayim. Mülayim iqlim quşağında yerləşir. Bəs cənub ucqar nöqtəsi hansı iqlimə düşür? Tropik. Tropik iqlim quşağında, yoxsa subekvator iqlim quşağında? Subekvatora mən, subekvatora Panama arasında. Subekvator iqlim quşağında, bəli, Panama ərazisində yerləşir. Şərq ucqar nöqtəsinin sahillərini hansı okean suları yürür elmin? Atlantik okean. Atlantik okean suları yürür. Bəs cənub ucqar nöqtəsinin sahillərini? Sakit okean. Sakit okean. Yəni, bu biraz burada fərqlidir ki, sakit okeana gəlib düşür ucqar nöqtə. Qərb ucqar nöqtəsi Cavid Uels şəhzadəsi burnu mənim. hansı ölkəyə düşür? Amerika mənim. Amerika Daha bir doğrusu ABC. ölkə yoxdur. ABŞ ərazisinə düşür. Amerika Birləşmiş Ştatlarına düşür. Hansı ştatında yerləşir Amerikanın? Alyaska. ABŞ-da doğrusu. Alyaska ştatında bəli yerləşir. Sahilini hansı okean suları yuyur? Sakit okean deyək də. Sakit okean. Hansı dənizdə yerləşir bu ucqar nöqtə? Necə? Hansı dənizdə yerləşir? Bering dənizində olar da mənim. Bering dənizi coğrafi mövqeyinə gəlincə dənizdir. Kənar dəniz. Bering dənizini Skot dənizi ilə birləşdirən cəmlə boğaz.
Bering boğazı. Səncə Bering boğazının gəmicilik əhəmiyyəti böyükdür yoxsa azdır? Yoxdur. Yox Az demək, deyil. azdır deyək. Bayaq Sonra yetmişdi. bu belə. Uzqar nöqtəyə getdi. Şimali Amerika materikinin ən yüksək nöqtəsi Denali zirvəsi mənim. Makfilin yoxdur Denali deyil. nə qədər hündürlüyü? Hündürlüyü mənim 6169. 6194 6194. metrlik 90. maddə. Nə mənşəli Ən dağdır yüksək. bulaq? Bu mənim vulkanikdir. Vulkanik. Sönmüş fəal. Sönmüşdü mənim. Sönmüş vulkandır. Makkinli və ya Denali dağları elmin hansısı sənin üzərisində yerləşir? Kordilyer. Kordilyer dağları nə vaxt yaranmışdı? Mənim indi qərbi Kordilyer var, şərqi Kordilyer. Qərbi deyirsə cavan bu alt qırışında yaranır, Kaynozoyda. Şərqi Kordilyer və Qayalı o Mezozoyda yaranır, Kimya Mezozoyda qırışıqlığında. yaranmışdır. Bəli, kimya qırışığında. Kimya qırışığına biz başqa adla Mezozoy yəni mərhələsinə başqa adla nə deyirik? Orta qırışıqlıq. Tamam. Orta qırışıqlıq mərhələsi bəli deyirik. Biz buna xüsusən yadda qalsın. Cənub-Şərqi Asiyada, Malak yarımadası falan ərazisində görə bilərik. Yəni Kalimantan adasında görə bilərik. Bax, bu xüsusən yadımızda qalsın ha, düşər. Sonra materikin qərb hissəsi elmin hansı tavana toqquşmaya məruz qalır? Sakit Okean tavasını. 20 dərəcədən yuxarıda, təxminən 20 dərəcədən yuxarıda olan ərazidə toqquşma baş vermir. Bunun səbəbi nədir? Orada mənim sürtünmə gedirdi, ona görə tam toqquşma olmurdu. Hə, orada tavaların sürtünməsi baş verirdi ki, burada nə olurdu? Toqquşma baş vermirdi və bu səbəbdən də orada ayrılma var idi ki, San Andreas fay yerləşirdi. Kaliforniya yarımadası nə edirdi? Materikdən ayrılardan qərb istiqamətinə gedir və Kaliforniya körfəzinin sahəsi artırdı deyəcək. Sonra gəldik buradan belə. Kordilyer dağlarının mərkəzində yerləşir düzənliklər. David, hansı düzənlikləri tanıyırıq şimaldan cənuba deyək? Kordilyer dağlarının şimaldan cənuba düzənliklər böyük düzənliklər idi, deməli. Böyük Atlantik yan ovalığı idi daha sonra Meksika yaylası idi. Başqa? Şimaldan cənuba hansılar idi? Deməli, böyük hövzə idi. Ondan sonra Yukon yaylası, sonra altda da Meksika yaylası. Birinci Yukon yaylası gəlir. Sonra Birinci Kolumbiya, hövzə. Böyük Hövzə, Colorado. Colorado, Meksika gəlir. Meksika. Ardıcıllıqla bilmək lazımdır bunları. Xəritə yerlərini dəqiq bilməliyik. Xəritə üzərində daha çox işləmək lazımdır uşaqlar. Deməli, Yukon, Kolumbiya, Böyük Hövzə, Colorado və Meksika yayaları getdi ki, bu yayalar yerləşirdi burada. Əslində, məsəl üçün, düzdür, bu yayalar bizim Meksika yayası falan hamısını nədir, geosinklinlər götürür, amma xəritəyə oturub baxsaq görərik ki, Meksika ərazisi daha çox orta qırışıqlıq mərhələsində yerləşən ərazidir. Geoloji xəritəyə baxsanız görə bilərsiniz onu. Cənubi Amerikada böyük hövzəyə bənzər relyef forması nə idi Cəmlə? Səhra idi, Atakama səhrası ola bilər. Xeyr. Ən quru. Altiplanlar. Altiplan. Altiplanlar var. Bütün bunlar da bəli, yüksək dağlıq dağarası yaylar hesab olunurdular. Sonra gəldik ki, şərqi hissəyə Qayalı dağlar Kimmer qırışığında əmələ gəlmişdir. Materikin qədim dağı hansı dağdır? Appalas dağıdır mən. Appalas dağları hansı ölkənin ərazisinə düşür? Appalas dağları elə mənim şimal ABŞ-ın Kanadanın. Bəli, böyük hissəsi ABŞ, kiçik hissəsi Kanadanın ərazisinə düşəcəkdir, sənəddə yerləşəcəkdir. Appalas dağlarının ən yüksək zirvəsi elmin Mən Mitchell'da 2037 metr. hansı faydalı qazıntıla zəngindir Appalas? Ömür, daş kömür. Daş kömürlə zəngindir deyəcəksiniz, bəli. Sonra nə deyək buradan? Appalas dağları nə vaxt yaranmışdı? Kaledon Hertzin. Bəli, Cənubi Kaledoniyada. Hertzin dağına gəlməsində yayılmışdır, bəli. Burada Cavid hansı ovalığımız yerləşir? Mississippi ovalığı mən. Mississippi ovalığı nəyin təsirindən formalaşmışdır? Mississippi çayının təsirindən mən. Çay təsirindən formalaşan düzənliklər nə adlanır? Alluvial düzənliklər.
Bəs proalüvyal nə idi? Proalveal Müvəqqəti axarların təsiri idi. Müvəqqəti hasarların təsirindən. Müvəqqəti hasarlar nə idi? Sel suları mən zaten məsələn, sel Bəli, suları bəli, hesab sellər bəli, olunur. yəni, daşqınların nəticəsində yaranmış ərazilər hesab olunurdu müvəqqəti hasarlar. Mississippi çayının hansı qollarını tanıyırıq Cavid? Missouri deməm, Arkansasdır. Var idi başqa? Ohio. Bir də Ha, Ohio. Ohio. Həm də Əsas qolları bunlardır. Mississippi çayı öz mənbəyini hardan götürürdü? Aytaska e, gölündən. Aytaska. Kafka yoxdur mən bəri İtaska. Aytaska deyirəm. İtaska gölündən nə edirdi? Öz mənbəyini götürürdü. Bəli. Sonra Cəmlə burada hansı ovalıq yerləşirdi? Meksika sahili ovalıq. Burada isə Atlantik sahil ovalıq. bunlar nə mənşəlidir bu ovalıqlar? Abrazyon mənşəli ola bilər. Abraziya mənşəlidir. Abraziya nə idi? Dalğaların gördüyü işlər. Dağların gördüyü işlər idi. Biz Kordilyer dağlarının əli, şimalı və cənubi ərazisi arasında müqayisə aparsaq, şimalında daha çox landşaft görürük, cənubda daha çox landşaft görərik. Hansına daha çox? Məncə mən şimalında, çünki yüksəklik qurşağı var orada. Sən də Daha şimalda. aydın qurşaq. Cənubunda. Niyə cəmidə çünki cənubunda? şimalda Kimə soyuq Çünki da müəllim, şimalda müəllim orada soyuqdur deyə qar xətti çox aşağıdan keçir. Ona görə çoxlu landşaft yarana bilmir. Bəli, qar xətti var deyə, ona görə biz şimal qütbə yaxındır deyə, şimalda daha soyuq olduğuna görə biz orada daha az landşaft görməliyik. Amma cənubda ümumiyyətlə yadda qalsın ki, landşaftın çox olduğu ərazidə indi biz daha çox ekvatora tərəf gəlməliyik ki, hava isti olsun və yüksəklik çox olsun ki, orada biz daha çox landşaft görə bilərik. Yəni, məsəl üçün, mənim qütbdə yerləşən 6000 metrlik bir dağla, ekvatorda yerləşən 6000 metrlik dağı mən müqayisə aparıramsa, o 6000 qütbdə olan dağın hər yerində qar buzlaqdır artıq. Başa düşdük? Orada bir dənə Mən buzlaq çünki mən landşaftı bizə var. nəzərən yanaşdım. Mən bizə nəzərən yanaşdım. Bizə nöqteyi nəzərdən yanaşdım deyə də. Yox. Yəni, Amma ekvatora yaxın ərazi götürəndə artıq 6000 ərazisində biz bir çox landşaft nədir görməyimiz mümkündür. Sonra belə bir sual dedik, bu getdik. Kordilyer dağlarının elmin, materikin iqlimin formalaşmasında nə kimi təsiri var? Elə ki, müəllim, Kordilyer dağları qərbdən Sakit Okeanın təsirini azaldırdı, amma şərqdən Atlantik Okeanı təsir edir dediyim. Qərbdən bəli, Sakit Okeanın təsiri nə idi? Bura azaldırdı və bu da bu Dağlar olduğu üçün ərazilərdə kəsməyə bağlı. iqlimin dəyişməsinə təsir göstərəcəkdir. Bəs yaxşı, belə bir sual verir ki, Cavid bizə. Şimal Amerika materikində mərkəzi hissələrində arktik və tropik hava kütlələri bir-biri ilə qarşılaşır. Bu fikir doğrudur yoxsa yanlışdır? məncə doğrudur mənim. Doğru olmasının səbəbi nədir səncə? Çünki mənim dağların meridianal istiqamətdə uzanması. Aysa, dağlar meridian istiqamətdə uzanmışdı deyə biz burada artıq nədir, hava kütlələrinin gəlib bir-birinə qarşılaşmasını görməyimiz də mümkündür. Bu hadisəni biz Avrasiyanın şimal hissəsində görə bilərik. Çünki orada da dağlar nədir? Bəli. Meridian istiqamətdə. Meridian Ümumiyyətlə, yəni istiqamətdə. bir əraziyə hava kütləsinin daxil olmağından sual gəlirsə, bizə ümumiyyətlə belə bir şey var da coğrafiyada ki, elə məlumatlar var ki, biz onları sizə demirik də. Biz, məsələn, ağlımızın ucundan keçmir də o məlumatı sizə demək bəlkə də. Amma gəlir sualda qarşımıza çıxanda artıq özümüz fikirləşib oradan nəticəyə gəlmək. Məsələn, sən kitabın içərisində bəlkə də bu cümləni görmürsən heç vaxt. Amma sualda gəlib qarşıma sənin çıxar. Ona görə də hər tərəfli fikirləşmək lazımdır ki, əgər hava kütləsinin daxil olması ilə bağlı bir prosesdən bəhs edirsə, biz orada relyefi nəzərə almalıyıq ki, yəni relyef amili var ki, yəni dağların demək ki, təsiri olacaqdır burada. Amma şərq hissəsində Apalaç dağları yerləşir bir dənə, hündürlüyü də azdır deyə oradan hava kütləsinin gəlməsi daha çox təsirini biz deyə bilərik. Materikin şərqi ilə qərbini müqayisə edən zaman Cavid, hansı hissəsinə geosinklinal qurşaq deyərik? Mənim qərb əlbəttə ki də. Qərbə deyərik. Zamanova de görüm sən mənə. Şimal Amerika və Cənubi Amerika materiklərinin qərb sahilləri Sakit Okean odlu qövsündə yerləşir yoxsa yox? Hə də müəllim. Yerləşir. Artıq yəni yeni kitablarda heç geosinklinal qurşaq üç dənə götürmürlər. Orada iki dənə götürürlər. Bir Antkardler qurşağını, bir də ki Alt-Malay qurşağını. Sakit Okean odlu qövsü artıq demək olar ki bir ixtisara düşmüş bir şeydir. Çünki bunun qərb hissəsi dilin testində də buna aid sual var idi. Ora düşür də yəni ki odlu qövsə düşəcəkdir.
Belə bir sual. Əli, de görək sən bizə. Sakit Okeanın şərq sahilləri Şimal Amerikanın sahillərini yürür, yoxsa qərb sahilləri? Ee, Mənim şərq sahilləri. Şərq sahili. Burada artıq demişdik tərs idi də. Avrasiyanın Bəli, şərqində qərb idi, Amerikanın qərbində isə Sakit Okeanın şərq bəli. sahilləri yerləşirdi. İndi üçün sual verir ki, Sakit Okeanın şərq sahillərində e, yüksək silsilə formasında uzanan dağ quşaqları yerləşir. Bu artıq nədir? Doğru Bəli. fikirdir. Və yaxud da sual belə verir ki, dərin sulu novlar var. Bu hara aid olar? Bu müəllim Amerika deyirsə şərqinə şərq. Yox, hər ikisinə olar. Mən hər Hər ikisini ikisinə Yapon aid Onlar olar. da Hər müəllim. bəli, ikisində. var var. Qövsvari ada və yaxud da ki, nə bilim, nov deyirsə, artıq burada hər ikisində görə bilərik. Fəaliyyətdə olan vulkan deyirsə, hər ikisində görə bilərik. Bu da belə. Sonra deməli buradan başqa nə qaldıq? Lazım olan vulkanlardan deyək. Vulkanlar lavasının tərkibinə görə neçə yerə ayrılır delmin? Mənim iki yerdə stratotipli vulkanlar, bir də e, qalxanvari Hava tipli hava vulkanlar. vulkanı. Bunların hansının lavası daha sıyrıq olur səncə? İkincisində mən havaydı. Havay tipi də Hündürlər daha sıyrıq var. olur. Ona görə də havay tipli vulkanlar nədir? Daha yüksəkdir, düzdürmü? Xeyr, mən aşağı döndürülür. Daha aşağı hündürlüyə malikdir. Bəli, çünki lava üstə yığılıb hündürlüyü artıra bilməyəcəkdir. Adalarda gördüyümüz, genəlliklə adalarda, vulkanik mənşə adalarda gördüyümüz vulkanlar stratovulkanlar hesab olunur. Xeyr, müəllim. Əsasən Hava. havay tipli vulkanları biz harda görürük? Bəli, ada ərazisində görə bilərik. Sonra Şimal Amerikanın hansı vulkanlarını tanıyırıq? Elmin. Mən Rainier, Shasta, Tahumulko, Popocatépetl, Orizaba, Colima bu kimi Koyma. vulkanlar. Burada Karib dənizində bir dənə vulkanımız var idi. Onun adını kim bilir? Mən bilirəm, Montepelli. müəllim. Montompen. Monotonbo. Martinkada. Montopeli. Martinik adasında Martin. Montopeli vulkanı fəaliyyətdə olan vulkan idi. Şimal Amerika ümumiyyətlə bu adını saydığımız vulkanların hamısı nədir? Fəal vulkanlar hesab olunurlar və hamısı subduksiya zonasında yerləşir. Cəmlə subduksiya nə idi? Okean tipli tasvir havası, materik tipli tasvir havasının artması gömülməsi idi. Gömülməsi idi deyilik. Burada niyə görə okean materik adda gömülür səncə? Çünki materikdə çökmə qranit bazalt var idi, amma okean tipli də şey var idi. Elə bir orada qranit yox idi deyə onun altına Daha gəlib çökürdü. nazik idi deyə bəli, altda gömülürdü. Ağırlığına görə altda gömülməyə məruz qalırdı. Rainier vulkanı hansı ölkə ərazisində yerləşir? Əli. Reynir müəllim ABŞ-a düşərmi? Reynir şahsa deyirsən mənim ABŞ-dan. Rainier ştatı ABŞ-da yerləşir. Bəli. Bəs Bəli. Colima, Orizaba, Popocatépetl Meksikada mənim, Meksikaya Meksika. məxsus. Meksikada, Taxumulko, Taxumulko deyiriksə, bu mənim Gvatemaladadır. Qvatemalaya düşər, amma Momotombo isə Nikaraguadadır. Nikaragua ərazisinə düşən vulkandır deyəcəksiniz. Bəli. Bəli. Sonra Meksika körfəzi və Meksika körfəzi sahillərində cəmlə hansı faydalı qazıntılarla zəngindir? Neft. Neft qazı. Florida yarımadasında Cavid hansı faydalı qazıntını görürdük? Floridada müəllim. Fosforit. Fosforit var idi. Bəli. Sonra Kubada hansı kənd təsərrüfatına görə fərqlənir əkinçilikdə? Hansı məhsul, hansı bitkiyə görə? Şəkər qamışı müəllim, qamışı. şəkər qamışı. Şəkər Bəli, qamışına bəli. görə xüsusən bəli fərqlənirdi deyəcəksiniz. Sonra qızıl biz Amerika qitəsində, Şimal Amerika daha doğrusu harda görə bilərik əsasən? Alyaska özətində. Alyaskada. Xüsusən Alyaska ərazisində. Düzdür, çox var, amma əsasən orada yəni görməyimiz daha genişdir. Sonra Kardler dağlarında hansı faydalı qazıntıları görərik? Əsasən mənim dəmir filizi görməyimiz mümkündür deyə bilərik. Məsələn, dəmir Bəli, filizinin əsasən zəngini, dəmir filizidir, mis qədim dağda filizidir. Bunları daha hissəsi. çox görməyimiz Mis. mümkündür. Mis, dəmir filizi bunları daha çox görə bilərik də burada. Qarşımıza çıxan da daha çox. Düzdür, polimetal falan da görmək mümkündür öz yerində. Qızıl da görə bilərik, amma ən çox misdən dəmir filizini görürsünüz burada. Sonra Şimal Amerika materikində belə deyək.
Florida yarımadasını Kuba adasından ayıran boğaz elmin hansı boğazı? Florida boğazı. Florida boğazı Cavid nəyi birləşdirir? Mən Meksika şeylə körfəzindən Karib dənizi. Karib dənizini birləşdirir. Meksika ile Sargasso Denizi ve Atlantik Okeanı. Sarqas dənizini birləşdirir. Sarqas dənizinin özəlliyi nə idi elmin? Bu Sahilsiz. sınırsız deniz. Bəs bu dənizin sahillərini uşaqlar nəyə görə biz sahəsini nəyə görə ölçürük bunun sahili yoxsa? Okean cərəyanlarına əsasən Və mən. okean cərəyanına əsasən ona görə sahəsi onun kiçilib böyüməsi də müşahidə ediləcəkdir. Kuba adası hansı ölkəyə məxsusdur Əli? Kubadası mənim elə eyni adlı ölkə Kubaya. Kubaya məxsusdur. Kuba adasını Yucatan yarımadasından cəmlə hansı boğaz ayırır? Yucatan. Yucatan yarımadası bir ölkəyə məxsusdur cəmlə. Yo, mənimkidir. Orada biz iki ölkə hətta üç də görə bilərik. Belizlə Meksikan ərazisi yerləşir orada. Sonra Yucatan yarımadası hansı ölkəyə məxsusdur cəmlə? İki dənə ölkə demədik, Meksika ilə onun Yucatan aşağısındakı. deyirəm, Kaliforniya yarımadası. Meksikaya. Meksikaya məxsusdur. Bəs Kaliforniya ştatı ABŞ-a. ABŞ-a məxsusdur. Florida yarımadası ABŞ-a. ABŞ-a məxsusdur. Bəli. Alyaska, ABŞ. Labrador, Kanada. Butya, Melvir, Kanada. bu arada Kanadaya məxsus olan yarımadalardır. Arxipelag nə idi elmin? Mənim arxipelag bir çox adların birləşmiş halıdır, yəni bir yerdə olan. Şimal Amerikada hansı arxipelag görürdük sahillərində? Bu var, ben dediğim benim o soyuq adalar var. Soyuqlar. Arktika arxipelaqı. Kanada Arktika arxipelagını görürdük. Buranın ən böyük adası hansı idi? Grenlandiya. Baffin torpağı. Elsinbir mənim. Baffin torpağı adası idi. Bu belə. Baffin torpağı adasını Ungava yarımadasından ayıran boğaz. Baffin boğazı. Baffin boğazı. Hudson boğazı ayırır. Hudson körfəzi Cavid hansı okeana məxsusdur? Şimal Buz okeanı. Şimal Buz okeana məxsusdur. Bəs Meksika körfəzi? Meksika Atlantik okeanı deyərik mən. Meksika körfəzini Karib dənizindən birləşdirən boğaz? Meksikanın Karibinə Yucatan boğazı mən. Yucatan boğazı. Florida yarımadasının isə Şlama quşağında yerləşir Əli. Florida yarımadası müəllim, o bir şıqlama qurşağında yerləşirlər. Bir Şlama quşağında Kuba adası da, Florida yarımadası da biri də yerləşir. Çünki onun arasından keçir. Bəs Kaliforniya yarımadası Əli? Kaliforniya yarımadası mənim, o da məncə. Yox, onu kəsir, o iki şıqlama. Kəsir, onun cənubundan keçir deyə iki Şlama quşağı ərazisinə düşəcəkdir, deyəcəksiniz. Bəli. Sonra Şimal Amerika materikindən başqa. Böyük beşikdə yerləşən göllər hansılardır Əli? Deməli mənim yuxarı, Michigan, Erie, Ontario və Huron. Huron gölləri. Nə mənşəli göllərdir bu göllər? Bunlar mənim buzlaq tektonik gedirlər. Buzlaq tektonik mənşəli. Buzlaq mənşəli səfəs edir bizdə. Buzlaq mənşəli göllər. Şirin sudur, şor sudur. Əlbəttə ki, mən buzlaq deyir ki, şirin su. Burada sahəsinə görə ən böyük qitənin ən böyük göl hansıdır? Materikin. Yuxarı mənim. Yuxarı. Yuxarı göl həmçində dünyanın ən böyük nə idi? Şirin su göldür. Şirin su gölü. Bəs Cənubi Amerikanın ən böyük gölü hansı idi? O mənim Maracaibo. Maracaibo gölüdür. Və hansı ölkədə yerləşirdi o? Venezuela. Venezuela, bəli. Hansı təşkilata üzvü idi Venezuela? Mənim, OPEC-ə. OPEC-ə. Düzdür, digər təşkilata saymaq olar, amma əsas bizə lazım olan biri OPEC-dir. Neftə görə fərqlənirdi. Sonra... Hətta mən bu təşkilat bizi yaxşı yadıma düşdü. Bu qəbula şeydən salmışdılar. Naftanı salmışdılar. Desin nəyə görə? Çünki orada bizdə bir uyğunluq sualı var idi. Bəli, orada deyir ki, Braziliya və Kanada azad ticarət zonasına, azad ticarət zonaları var. Mən dedim ki, yəqin əgər bunlar ticarət eləyirlərsə, yəqin ki, bir güman bunlar arasında yəqin ki, azad ticarət zonası çox güman ki, var da, bunlar bir-birinə Amerika qitəsi olaraq əlaqə saxlayırlar. Sonra gəldim onun kitab açsın vərəqləyəndə.
gördüm ki, sən demə bu naftanın açılışında bunlar ümumiyyətlə bu mənası azad ticarət zonası demək imiş. Şimali Amerikanın azad ticarət zonası. Ona görə də oradan O götürüblər. bizə haradır? Aizlər dərsi var. O dərs keçəndə biz orada şeylər vardı. Onun içərisində keçmişdik onu biz. Düzdür, çox elə əhəmiyyətli bir şey deyil onsuz da. Azərbaycan özü də bizdə də azad ticarət zonası yoxsa yox. Biz iqtisadi zonadayıq deyəsən. Səhv etmirəmsə, əgər dəyişməyiblərsə. O var. Çox əhəmiyyətli bir şey deyil deyə çox elə onun üzərisinə mən elə çox takılmamışam ki, yəni o düşər qəbula. Çox elə vacib şey deyil. Amma təşkilatlar düşə bilər, hə. Çünki biz Şimali Amerikada hansı təşkilat görürdük? NAFTA təşkilatını görürdük. Və Latın Amerikasında Ladi. O mən aladı idi. hər ikisinin ortaq olanı Meksika. Meksika hər ikisində ortaq olan Hə. təşkilat idi. Sonra buradan başqa deyəcək Şimali Amerikadan nə qaldıq ki? Ölkələrindən Kanadanın sahillərini 3 okyan suları yuyur. ABŞ neçə işğalma qurşağında yerləşirdi? 3 işğalama mənim havaya Bunun adalarım. səbəbi, bəli, hava adalarına görə 3 işğalma qurşağında Neçə səbəbi? yerləşirdi. Sahillərini ABŞ-ın da biz deyəcək ki, 3 okyan suları yuyur. Kanadanın da 3 okyan suları yuyur. Bir də Meksikanın sahili 2 okyan suları yuyacaqdır. Meksika özü 2 işğalma qurşağında yerləşdi. Kanada 2 işğalma qurşağında yerləşdi. Kanadanın yerləşməyin səbəbi onun qütb dairəsi kəsməyidir. Meksikanın isə tropik xəttində yerləşməyidir. Məsələn, ABŞ ərazisində qütb gecə gündüzləri müşahidə edirikmi? Bəli, Alyaskaya görə Alyaskaya deyə görə. bilərik. ABŞ Oradan məsəl nəzərə üçün alırıq. günəşi özündən il boyu şimalda görür. Yox, Bəli, müəllim. görməz. Cənub- Bəli, bəli. Görə Cənub- bilər. Cənubda görəcək. Il boyu özündən Ha. cənubda görür. Niyə görə Ha. əli? Niyə görə bu fikri dedik? Mənim tropik xəttini kəsməyə görə idi, Bəli, ona görə. tropik xəttə görə. Tropik xətt onun cənubunda yerləşir deyə onu kəsmir də. Belə şeyə görə Bəli, deyə bəli. bilərik də əslində. Amma hava dalına görə şey deyə bilərik. Deyə bilərik bir şey ki, həm şimalda, həm də cənubda görə bilər. Bax bu diqqətli olaq. Mənim nəzərimdən qaçıyor. Diqqətli Mən olaq. onu elə hesaba qatdım, müəllim. Həm şimalda, həm də cənubda görməsi mümkündür ABŞ-ın. Bax bu düşə bilər ha. Çünki hava adaları ərazisini kəsir deyə tropik xətt. Ona görə biz həm günəşi onun şimalında, həm də cənubunda görə bilərik. Hava adalarına görə görməyimiz mümkündür. Yəni yalnız şimalda və yalnız cənubunda görmək söhbətinə girişmirik orada. Həm şimal, həm cənub görməyimiz mümkündür. Onlar sualdır verə bilər. Sonra ABŞ, Kanada, Meksika inzibati ərazi quruluşu bunların nə idi? Federativ. Federativ. Federativ Federativ. inzibati ərazi quruluşuydu. Hansı dil ailəsini görə bilərdik burada? German dil ailəsi. Bəli, German dil German. ailəsini görərdik. Meksikada isə Roman da var. Roman Roman, ailəsini bəli. görərdik. Kanada, ABŞ isə Germandır, Meksika isə Roman dil ailəsini görə bilərik. Kanadanın yerli xalqları vardı. Onun adı nə idi? Həmişə mənim adımdan çıxır o. Eskimoslar da isməliyim. Eskimoslar. Onların yaşadığı evlər yadımdan çıxır da. Adı vardı. Nədir? Buzdan düzəldilmiş evlər idi bəli. Sonra ekstremal ərazilər burada var. Kanada və ABŞ-ın, Meksikanın qərbi və şərqini müqayisə aparan zaman əhali daha çox harda məskunlaşmışdır? Fərqində. Qərbi də olur. Şərqdə. Şərqdən atılmış. Xüsusən Kanadanın Şimal şərq, hansısa Kanadada cənub şərq. ISO göllər ətrafı ərazilərdə daha çox məskunlaşma vardır. Buradakı böyük beşikdə olan göllərdən bir dənəsi ABŞ-a düşürdü. Hansı idi o? Michigan. Michigan. Michigan idi gölü və ABŞ-a tamam. düşürdü. Böyük beşikdə olan gölləri axarlı edən çay hansı çaydır? Müqəddəs Lavrenti. Bəli, Sahibi Müqəddəs eri- Lavrenti, o da axırdı. Müqəddəs Lavrenti körfəzi Müqəddəs Lavrenti. ərazisində deyəcəksiniz. Ontario'dan Amma başlayır məsələn, deməli. Erini Ontario axarlı edən Niagara çayıdır artıq. O da Niagara şəlaləsi öz Bəli. ərazisində var idi onun da. Bu belə. Daxili suları Şimali Amerikanın neçə hövzəyə aiddir? 3. Neçə 4. Daxili axarsız, şimal buzlu, Atlantik, sakit olmadan 4 hövzəyə Sakit. aiddir.